Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Kim özü ilə Allah arasında olanları düzəltsə, Allah onunla xalq arasında olanları düzəldər. Kim axirət işini düzəltsə, Allah onun dünya işini düzəldər. Kimin özündən bir nəsihətçisi olsa, Allah tərəfindən onun gözətçisi olar. Dərrakəli və zirək alim o kəsdir ki, xalqı Allahın mərhəmət və bağışlanmasından məyus etməsin. Onları Allah tərəfindən olan rahatlıq və asayişə naümid etməsin və həmçinin onları Allahın cəza və intiqamından xatircəm və asudə etməsin. Elmin ən dəyərsizi dildə yerləşən elmdir. Elmin ən üstünü bütün bədəndə zahir olan elmdir. Bədən və cisimlər təngə gələrək yorulduğu kimi, bu qəlblər də bezərək yorulurlar. Buna görə də həmin qəlblər üçün yeni və maraqlı hikmət və elmlər axtarın. Heç biriniz, Allahım, fitnə və imtihandan sənə pənah aparıram deməməlidir. Çünki fitnəyə düçar olmayan şəxs yoxdur. Lakin pənah aparan kəs gərək azdıran fitnələrdən pənah aparsın. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Bilin ki, mal dövlətləriniz və övladlarınız fitnədirlər. Bunun mənası budur ki, nöqsan sifətlərdən pak və uzaq olan Allah onları var dövlət və övladları ilə imtihana çəkir ki, ruzisinə qəzəblənən və öz qismətinə razı olan bəlli olsun. Hərçənd ki, eyb və nöqsanlardan pak olan Allah onlardan, onların özündən də çox xəbərdardır. Amma imtihan ona görədir ki, savab və cəzaya layiq əməllər aşkar olsun. Çünki onların bəziləri oğlan uşağını çox istəyir, qızdan isə xoşları gəlmir. Bəziləri var dövləti çoxaltmağı sevir və onun azalmasından narahat olurlar. Xeyir və yaxşılıq var dövlət və övladının çox olması deyil. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbirliyin böyüsün və Rəbbinə itayət və bəndəlik etməyin nəticəsində xalq arasında başuca olasan. Beləliklə, yaxşılıq edəndə Allaha şükür edəsən və pis iş görəndə Allahdan bağışlanmaq istəyəsən. Dünyada iki şəxsdən etdiyi günahların əvəzini tövbə etməklə çıxan və Allahın bəyəndiyi işləri yerinə yetirməyə tələsən kəsdən başqa heç kəs üçün xeyir və yaxşılıq yoxdur. Təqva və pərhizkarlıqla yerinə yetirilən iş az deyil. Qəbul edilən əməl necə az ola bilər? İnsanların peyğəmbərlərə ən layiqli və yaxını onların gətirdiklərinə daha çox alim olanlardır. İnsanların İbrahimə ən yaxını onun bu peyğəmbərin və iman gətirənlərin ardınca gedənlərdir. Məhəmmədin dostu Allaha itayət edən kəsdir. Hətta onun qohumluğu uzaq olsa belə. Həmçinin Məhəmmədin düşməni Allaha itayət etməyən və tabe olmayan kəsdir. Hətta onun yaxın qohumu olsa belə. Hədisi eşitdiyiniz zaman onu kəlmələrini nəql etməklə deyil, barəsində dərindən düşünməklə dərk edin. Çünki elmi nəql edənlər çox, onda düşünənlər isə azdılar. Biz Allahın əmri ilə gəlmişik deməyimiz, Allahın padşahlığını etiraf etməyimiz, ona tərəf qayıdacağıq deməyimiz isə həlak olacağımızı iqrar etməyimizdir.